Xeyirli değerli izləyicilər, yenidən Milli Gimnastik Arenasına bağlanırıq. Əla ab-hava var burada. Azarkeşlərin dəstəyini yenə də hiss edirik. Futbolçularımız bir-bir onların qarşısından keçirlər. Azarkeşlərimiz əlbəttə ki, futbolçuları bax belə qarşılayırlar. Artıq demək olar ki, hər şey hazırdır mükafatlandırma mərasiminə. Və bir qədər sonra Serbiya komandası da buradadır yeri gəlmişkən. Serblər çempionatı 3-cü yerdə başa vurdular. 3-cülük uğrunda görüşdə Serbiya komandası Montenegronu məğlub edə bildi. Bəli, kapitan çağırılır, Elvin Əlizadə. Operatorlarımız indi yəqin ki, Elvin Əlizadəni də tapıb çəkərlər. Azarkeşlərin önündədir. Bəli, bu da Elvin Əlizadə. Avropanın ən yaxşı oyuncusu seçilmişdir. Elvin Əlizadə ən yaxşı yarım müdafiəçisi, Üsal Hüseyin ən yaxşı müdafiəçi idi. Və əlbəttə ki, bu çempionatdan sonra həm ümumi reytingdə, həm də bəzi oyuncuların ümumi göstəricilərində də əminəm ki, dəyişikliklər olacaq. Çempionatı çox yüksək səviyyədə keçirdi milli komandamız. Rəqiblərini bir-bir sıradan çıxararaq final qarşılaşmasına gəldi, çatdı və final görüşündə də etiraf etmək lazımdır ki, bəlkə də çoxları daha gərgin, həyəcanlı bir görüş gözlürdü, amma futbolçularımız işin öhdəsindən layiqincə gəldilər. İlk 10 dəqiqədə 3 gol vuruldu rəqib qapısına. Daha sonra Macarlar bu toplardan birinin əvəzinə çıxdılar. İkinci hissədə isə ilə Rəvan Kərimov indi görürük. Özünün ikinci, komandasının 4-cü golunu vurdu. Sonda isə Macaristan komandası fərqi azalda bildi, amma 4-2 hesabı ilə bu görüş yekunlaşdı. Və Azərbaycan millisi dünya çempionatının qalibidir. Azərbaycan seçməsi dünya çempionatında bütün digər kollektivlərdən üstün olduğunu göstərdi. Və indi qalıb komandamıza mükafatların təqdim olunmasını gözləmək. Hələ ki, gözləyirik. Serbiya komandası da buradadır. Macaristan seçməsi də buradadır. Komandamızın üzvləri isə futbolçuların adlarını bax belə çağırmaqla onlara öz təşəkkürlərini bildirirlər. Əlbəttə ki, çox gözəl görüntülərdir. Mən reportaj ərzində bir neçə dəfə vurğuladım ki, məhz tamaşaçı sayına görə dünya rekordu Bakıda vuruldu mini futbolda. Bundan öncə həmin rekord Slovakiyaya məxsus idi. Və azarkeşlər bütün bu müddət ərzində komandamızın yanında oldular. Hər oyuna böyük həvəslə, böyük istəklə gəldilər. Seçməmizi hər məqamda dəstəkləməyə, onların yanında olmağa çalışdılar və bunu da bacardı. Bunu da bacardı Azərbaycan. Azarkeşi də, Azərbaycan seçmə komandası da. Yəni, əlbəttə ki, iş birliyi də adlandıra bilərik bunu. Çünki 2022-ci ildə Avropa çempionu olandan sonra Azərbaycan komandası qarşısına bir məqsəd qoymuşdu. Məqsəd isə dünya çempionluğu idi. Əsas istək də bundan ibarət idi. Federasiya tərəfindən də qeyd etdiyimiz kimi bu yöndə bir xeyli iş görüldü. Əsas məsələlərdən biri milli çempionatımızın təşkili idi ki, həmin çempionatın da görüşlərini İdman TV vasitəsilə siz hər mövsüm izləyə bilirsiniz. Və artıq belə deyək, işlər o səviyyəyə çatdı ki, Azərbaycan dünya çempionatlarında da favorit ölkələrdən biri olaraq göstərilməyə başladı. Bu çempionatda da paytaxtımızda keçirilən bu çempionatda da Rumıniya komandasının adı çəkilirdi. Serbiya seçməsi xüsusi vurğulanırdı. Güclü komandalar kifayət qədər idi və əlbəttə ki, Azərbaycan komandasına belə bir üstünlük verilirdi. Biz Çad azarkeşini gördük əlində Azərbaycan bayrağı ilə. Həqiqətən də çempionatın təşkilindən danışsaq burada
xarici qonaqların qarşılanması olsun, yerli publikanın onlara münasibəti, hər şey o qədər yüksək səviyyədədir ki, komanda üzvləri ilə bu haqda danışarkən, məşqçilərlə, nümayəndə heyəti ilə danışarkən onlar yalnız öz rəğbətlərini, simpatiyalarını bildirirlər Azərbaycana. Hətta Serbiyanın məşqçilərindən biri qeyd etmişdi ki, biz istərdik ki, elə hər il Azərbaycanda olsun, hər dəfə Azərbaycanda olsun dünya çempionatı. Çünki bu ab-hava, bu atmosfer digər ölkələrdə nadir görünən bir şeydir. Amma Azərbaycan tərəfdarı bunu bacardı. Seçmə komandamızın qələbəsi, seçmə komandamızın uğuru və ümumilikdə elə bir vəziyyət yarandı ki, artıq mini futbola bəlkə də marağı olmayanlar da bu ajatajdan təsirlənib Milli Gimnastika arenasına gəlməyə başladılar və ona görə də bugün final maçında bir belə boş yer yox idi. Ümumiyyətlə boş yer yox idi final qarşılaşmasında və bu final görüşündə əvvəldən istəyimiz, arzumuz yalnız bir idi. Hesabda da fərq etməz, lap penaltilər seriyasında olsun, necə olur olsun, tək Azərbaycan millisi dünya çempionatında hər kəsdən güclü olduğunu göstərsin. Amma seçmə komandamız, futbolçularımız elə fırtına kimi başladılar ki, görüşə maçın əvvəlində vurulan həmin o qollar demək olar ki, oyunun taleyini həll etdi və nəhayət artıq hər birimiz səbirsizliklə mükafatlandırma mərasimini gözləyirik. Bəli, hazırda arenada da bildirilir ki, 12 günlük marafon yekunlaşmaq üzrədir. Və bu marafonun sonunda çox sevinirik ki, sevinən tərəf məhz Azərbaycan seçməsi oldu. Ən sevindirici məqam da məhz bundan ibarətdir. Sözsüz və Elşad Quliyevi atıb tuturlar. Futbolçular, baş məşqçimiz Avropa çempionluğundan sonra dünya çempionluğunu da qazanır Elşad Quliyev. Həqiqətən də mükəmməl nəticədir. Bəli, Beynəlxalq Milli Futbol Federasiyasının prezidenti Filip Juda. Bəli, vitse-prezident Peter Kralikdə və digər vitse-prezidentlər də dəvət olunur. Filip Judanı gördünüz. Hələ dünya çempionatında püşkatma mərasimi zamanı vurğulamışdı ki, həqiqətən də Azərbaycan inanırıq ki, bu yarışı yüksək səviyyədə keçirəcək. Azərbaycan nəinki bu yarışı yüksək səviyyədə təşkil etdi. Azərbaycanın milli komandası da bu təşkilatçılığın cavabı olaraq dünya çempionu titulunu qazandı. Tarixində ilk dəfə Azərbaycan Mini Futbol Federasiyası bəli, bu istiqamətdə çox böyük işlər gördü. Federasiya prezidenti Orxan Məmmədov təqdim olundu. Əlbəttə ki, Azərbaycanda idmanın inkişafına verdiyi ümumiyyətlə töhfədən danışmaq istədi. Mini futbol idman növünün inkişafı üçün federasiya rəhbərliyi istər Orxan Məmmədov olsun, bundan başqa icraçı vitse-prezident Talih Nəsibovu qeyd etmək lazımdır. Həqiqətən də sırf lazımı dəstək həm komandalara, həm milli komandalara, həm ümumilikdə bax bu təşkilati məsələlərə elə bir səviyyədə diqqət ayrıldı ki, futbolçularımız əllərindən gələni etdilər. Həmin o öz uşaqlarımız dediyimiz komanda üzvləri əllərindən gələni etdilər. Çox sevindirici haldır ki, bax belə bir heyətlə mükafatlandırma mərasimi üçün
İndi komandaları gözləyirlər rəsmilər. Gənclər və İdman naziri Fərid Qayıbovu görürük. Daim idmançılarımızın yanında olmağa çalışır. Bütün yarışlarda iştirak etməyə səy göstərir. Və bugün çox önəmli, çox mötəbər bir gündə mini futbol üzrə seçmə komandamızın dünya çempionu olduğu bir gündə yenidən kürsüdədir və indi Filip Cuda öz çıxışını edir. Beynəlxalq Mini Futbol Federasiyasının prezidenti. Hörmətli xanımlar və cənablar, pərəstişkarlar, sizi hamınızı Milli Gimnastika Arenasında mükafatlandırma mərasimində görməkdən şadam. 12 days full of energy of mini football, 12 days high performance of mini football players. 12 gün biz mini futbol oyunlarında enerji ilə və oyunçuların maraqlı oyunlarını izləməyə nail olduq. 12 days having a mini football family again together. Bu tədbir futbol ailəsini birləşdirməyə nail oldu. I would like thanks to all presidents of mini football federations. I would like thanks to my colleague from executives. I would like thanks to you, spectators of World Mini Football Championship. Dünya Mini Futbol Federasiyasının prezidenti qismində mən bütün icra komitəsinə, bu oyunu təşkil edənlərə və bu maçı yaxından izləyənlərin hamısına dərin təşəkkürümü bildirirəm. Arena is full of energy. I would like to thanks to all participants. I would like to congratulate to the winner. I would like to congratulate also to opponent teams. Bu enerjini bizə nəsib etdiyi üçün bütün oyunçulara, bütün pərəstişkarlara təşəkkürümü bildirirəm və hamınıza yeni qələbələr arzu edirəm. Öz fikirlərini qeyd etdi. Hələ də davam edir. Azerbaijan Mini Football Federation to be able to organize together with this World Mini Football Federation. Təşkilatçılıq məsələsinə görə Azərbaycan Mini Futbol Federasiyasına təşəkkür bildirilir. Futbol Federasiyası adına bu çempionatı təşkil etdiyi üçün Azərbaycan Mini Futbol Federasiyasını xüsusilə təşəkkürümü bildirmək istəyirəm. Thank you to all, thank you my colleagues from executive and thank you to Secretary General for helping us to bring this event to Baku. Ayrıca bir təşəkkürümü baş katibimizə bildirmək istəyirəm ki, bu oyunu təşkil etmək üçün komandaları Bakıya gətirdi. Təşəkkür edirəm. Bəli, Filip Juda öz çıxışını başa vurdu. Dünya Mini Futbol Federasiyasının prezidenti. Əlbəttə ki, fikirlər, sözlər təxmini eyni olacaq xarici qonaqlar, rəsmilər tərəfindən. Xanımlar və cənablar, Və Gənclər və İdman nazirimiz Fərid Qayıbov indi çıxış edir. Təbrik edirəm. Azərbaycanda ilk dəfə keçirilən mini futbol üzrə dünya çempionatı axır ki sona çatdı və Azərbaycan üçün çox uğurla sona çatdı və artıq vaxt çatdı ki təşəkkürlərimizi bildirirlər. İlk təşəkkürümüzü biz Beynəlxalq Mini Futbol Federasiyasına bildirmək istəyərdik ki, Azərbaycana inanıblar. Və təbii ki, bu inam uzun illərdir Azərbaycan keçirdiyi uğurlu idman siyasətinin nəticəsidir. Bilirsiniz ki, Azərbaycanda idman dövlət başçısı Cənab İlham Əliyev tərəfindən dövlət siyasəti kimi müəyyənləşmişdir və bu illər ərzində Azərbaycanda müxtəlif iri miqyaslı yarışlar keçirmişdir. İdmançılarımız bax belə gözəl, möhtəşəm qələbələr qazanmışdır. Bu çempionatın təşkilatçılığına görə Azərbaycan Mini Futbol Federasiyasına, onun prezidenti Cənab Orxan Məmmədova təşəkkürümü bildirmək istərdim. Bütün təşkilat komitəsinə, bizim könüllərimizə və təbii ki, belə möhtəşəm azərkeşlərimizə çox sağ olun dəstəyinizə görə. Bəli, Gənclər və İdman naziri Fərid Qayıbov Bir daha öz komandamızı təşəkkürlərini bildirir. təbrik edirəm və yeni uğurlar hazırlayır. Azərbaycana qələbə yaraşır. Qoy Azərbaycan həmişə qələbə çalsın. Təbriklər. Əlbəttə ki, Azərbaycan bütün dünyaya idman ölkəsi kimi tanınır və bunun da əsas səbəblərindən biri ölkə başçısı Cənab Prezident İlham Əliyevin
idmançılara olan qayğısının və diqqətinin göstəricisidir Sevgili ki, futbol elə cənab həvəskarları, Nazirov danışdı. hər birinizi salamlayıram. Mən Mini Futbol Federasiyasının prezidenti Orxan Məmmədovun çıxışını istəyir. Bugün hər birinizə Mini Futbol Federasiyası adından təşəkkür eləmək istəyirəm. Həqiqətən biz bu qələbəyə, zəfərə birlikdə gəlmişik. I want to thank you all on behalf of the Azerbaijan Mini Football Federation. We did this victory together. Hər birinizə təşəkkür eləyirəm. Möhtəşəm azarkeşlərimizə, bizi dəstəkləyən televizorda xalqımıza, əsasən bizim futbolçularımıza, məşqçi heyətinə və federasiyanın hər bir üzvünə. All thanks goes to the spectators who are here, to Azerbaijan nation who was witnessing this tournament through the television, to the organizers and to the team of Azerbaijan Mini Football Federation. Dünya Mini Futbol Federasiyasına və Avropa Mini Futbol Federasiyasına təşəkkür edirəm ki, bizə inandılar və bizə bu çempionatı məhz gözəl Bakı şəhərimizdə keçirməyi nəsib elədilər. I also want to thank the World Mini Football Federation and European Mini Football Federation. Bu qələbəni izləyənlər arasında biz Qarabağ komandasının baş məşqçisi Qurban Qurbanov'u da gördük. This beautiful tournament in beautiful Baku city of Azerbaijan. Əlamətlər bir haldır. Gənclər İdman Nazirliyinə təşəkkür eləmək istəyirəm. Çox hörmətli Fərid müəllim, birinci gündən biz federasiyanı yaradandan hər gün bizimlə birlikdədir və bizə hər cür dəstək göstərir. Special thanks will go to Ministry of Youth and Sport and Excellency Minister Farid Gənclər və İdman Nazirliyinə də təşəkkür bildirilir. Həqiqətən də Azərbaycan Mini Futbol Federasiyasının yaranması və bu idman növünün inkişafı çox az bir müddətdə olsa da siz uğurlara fikir verin. Əlbəttə ki, bu federasiyanın fəaliyyətinin nəticəsidir. Olmadan baş verməzdi. Of course, we all know, and it's a fact, that this victory could not be possible without the support of His Excellency President of Azerbaijan, İlham Aliyev. Onun köməyi, dəstəyi, Azərbaycan Mini Futbol bütün Federasiyasının Azərbaycan idmançılarına, futbol sevərlərə, futbolla məşğul olanlara, mini futbolçulara onun dəstəyi və xeyir duası olmadan heç bir bu qalibiyyət baş verə bilməzdi. His support and his words of encouragement and his support to all the football, all the sports and especially to mini football as well made this victory possible. Biz möhtərəm prezidentə və dövlətimizə təşəkkür edirik ki, bu şəraiti bizə yaratdılar. Bu gözəl gimnastik arenada biz bu zəfəri sizlərlə birliklə yaşadıq. Sağ olun, yeni uğurlara dək. We would like to thank our President İlham Aliyev and the government for enabling, for giving us opportunity to organize this tournament at this National Gymnastics Arena. Long live Azerbaijan nation. Hörmətli futbol həvəskarları, indi isə mərkəzə bu 12 gün ərzində bütün oyunları yüksək səviyyədə idarə edən şəxsləri Bəli, ilk olaraq hakimlər mükafatlandırılacaq. Onların arasında Azərbaycanlı hakim də var, Rıza Məmmədov. Onun da adını xüsusi vurğulayaq. Bəli, onların adı çəkilir. İstanbul, Florence. Marko Popovic, Alex Nürnberg, Antonio Nešić, Alexey Abdelhadi, Katarin Pitgirni, Michal Bereş, Tomaş Skora. Bəli, hakimlərin adı anons edilir Milli Gimnastik Arenasında. Muhammed Aran İsmail, Bəli, Federal direktoru Lemania Lubovic tərəfindən hakimlərə mükafatlar təqdim edildi. Bəli, 12 gün ərzində ədaləti qorumağa çalışdı. Hakimlər və onlara təşəkkürlər əlbəttə ki, tam layiqli şəkildə düşür. Mükafatlarını da qəbul edirlər. Bir qədər sonra 3-cü yer tutan komandada dəvət olunacaq, amma yəqin ki, ayrı-ayrı nominasiyalarda müəyyən qaliblər də var ki, çempionatın ən yaxşı qapçısı, oyuncusu, bombardiri. Bu nominasiyalarda da yəqin bir qədər sonra seçilən futbolçular dəvət olunacaqlar. Və yavaş-yavaş digər biz
mükafatlarımıza keçəcəyik. Mundialı Dünya Çempionatlarına yüksək seviyədə təşkil etmək üçün əziyyəti, zəhməti olan hər kəs əlbəttə ki təşəkkürünü alacaq. Hər biriniz olsun, təşəkkürümüzü bildiririk. Azərbaycanlılar, Azərbaycanlılar, əlbəttə ki bu ilə bir neçə şəxs partiyonların arasında ruhlanmalıyıq. Hazırda hakimlər matırə şəkli çəkdirdi, amma hazırda təşkilati məsələlərdə seçilən Dünya Mini Futbol Federasiyasının üzvləri adları qeyd olunur və onlara da əlbəttə ki mükafatlar təqdim edilir. Onların adını siz eşidirsiniz. Əlbəttə ki, mən də razıyam. Səbirsizliklə milli komandamızın mükafatlandırılacağı məqamı gözləyirik. World Mini Football Secretary General. Mükafatlandırma mərasimi davam edir. Elə ki, bu təşkilati məsələlərdə fərqlənənlər öz mükafatlarına qovuşdular. Əlbəttə ki, paytaxtımıza məhz bu dünya çempionatı üçün gələn hər kəs razı qayıdacaq, desək az olar, getmək istəmirlər. Bunu da xarici mütəxəssislər olsun, komanda üzvləri olsun, onlarla müəyyən söhbətlər zamanı eşitmişik. Əlbəttə ki, paytaxtımızın gözəlliyi, insanlarımızın qonaqpərvərliyi və çempionatın bu səviyyədə təşkili əsas məqamlardan da biri məhz budur. Çünki Milli Gimnastika Arenasında həqiqətən də çox əla şərait yaradılmışdı. Bir anda bura mini futbol arenasına çevrildi. Və bəli, çempionatın ən yaxşı qapçısı nominasiyası çox güman Serbiyanın qapçısı, bəli. Bəli, Serbiya komandasının golkiperinə təqdim olunur Vladimir Bayiç. Serbiyanın golkiperi turnirin ən yaxşı qapçısı adına layiq görülür. Başqa nominasiyalarda hələ ki gözləyirik. Seçmə komandamızın üzvlərinin seçiləcəyinə ümidvarıq. Milli komandamızın futbolçuları əlbəttə ki turniri ən yüksək səviyyədə keçirdilər. Vladimir Bayiç mükafatına qovuşdu. Tartılırsa paytaxtımızda mini futbol üzrə ilk mötəbər turnir Ulu Öndər Heydər Əliyevin adı olmasının 100 illiyinə həsr olunan beynəlxalq turnir idi və həmin turnirdə Serbiya komandası qələbəyə sevinmişdi. Çox maraqlıdır ki, hətta çempionatın gedişində özləri də qeyd edirdilər ki, Bakı onlar üçün düşərlidir. Və Portuqaliya komandasının üzvü turnirin bombardiri adına layiq görülür. Amma Çexiya komandasının üzvü deyəsən 2 bombardir var. Bəli. Səhv etmirəmsə 7 gol vuran 2 futbolçu olmalıdır. Portuqaliya komandasının üzvü deyəsən burada deyil, ola bilər vətəninə qayıdıb, amma Çexiya seçməsinin futbolçusu öz mükafatını qəbul etdi. Ən yaxşı futbolçu isə və çempionatın ən yaxşı oyuncusu Ramiz Çovdarov. Əhsən, Ramiz Çovdarov çempionatın ən yaxşı futbolçusu seçilir. 7 nömrəli oyuncu Ramiz Çovdarov həqiqətən də
Əslində komandamızın Serbiya seçməsinin üzvləri öz mükafatlarına qovuşurlar. Bəli, favorit sayıla bilərdi onlar. Birinci yeri tutmağa çalışdılar, amma yarımfinal mərhələsində Macaristan seçməsi onların qarşısını kəsdi. Serbiya oyunun gedişatında Macaristan komandasına qol vura bilmədi və yekunda Macarlar onları penaltilər seriyasında keçə bildilər. Daha sonra isə onlar milli komandamıza rəqib oldu. Sonrasını artıq bilirsiniz. Əgər səsim batıbsa, üzr hesab eləyin. Çox ümidvaram ki, anlayışla qarşılayacaqsınız. Və əminəm ki, səsi batan tək mən deyiləm. Yəqin ki, azarkeşlər arasında da bu sevinç hisslərindən bu halı yaşayanlar var. Amma tək ki, millimiz qələbə qazansın. Həqiqətən də bugün bir istəyimiz var idi ki, o da həyata keçdi. İndi çempionatın ikincisi Macaristan seçməsi dəvət olunur. Macaristan komandasının üzvləri indi mükafatları qəbul etmək üçün gedirlər. Münasibət də çox yüksək səviyyədədir. Serbiya komandası şərait yaratsa, Macaristan komandasının üzvləri də öz mükafatlarını alarlar. Serblər çox əylənirlər. Bəli, Macaristan onlar öz gümüş mükafatlarına qovuşdular. Ölkəmizdə təşkil olunan Bəli, ən həyəcanlı məqam budur. Dünya çempionatının qalibi Azərbaycan seçməsi mükafatları qəbul etmək üçün dəvət olunur. Bu inanılmazdır. Həqiqətən də bu bir tarixdir. Futbolçularımız, komanda üzvləri, federasiya nümayəndələri, hər kəs bu anı necə səbirsizliklə gözləyirdi, amma azarkeşlərin dəstəyini xüsusilə vurğulamaq lazımdır. Komandamızın heyətini bir daha açıqlayacağım. Qeyd edək ki, mükafatları Dünya Mini Futbol Federasiyasının prezidenti Filip Cuda və Azərbaycan Mini Futbol Federasiyasının prezidenti Orxan Məmmədov təqdim edir. Vəli Qafarov, Müseyib Vəliyev, Ramiz Çovdarov, Elvin Əlizadə, Samir Həmzəyev, Ağaseyid Qasımov, Talih Babayev, Mirmehdi Rızayev, Kamran Qürbətov,
Vüsal İsayev, Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov, Rəvan Kərimov, Xətai Bağırov, Kamran Abdullazadə, Mirkamil Əliyev, Eşkin Tağıyev. Baş məşqçimiz əlbəttə ki, Elşad Quliyev, köməkçi məşqçilər Sərxan Məsliyev, Seymur Məmmədov, Ramil Əsənzadə, həkimimiz Samir Məmmədov, komandanın meneceri Emil Mövsümov və adını çəkə bilmədiyimiz o qədər şəxs var ki, bu çempionatın təşkili məsələlərində hər gün dayanmadan saatlarla çalışdılar. Həqiqətən də çox çətin bir proses həyata keçirildi. Milli Gimnastika Arenasına minnətdarlıq düşür əlbəttə ki, bu mötəbər turniri belə uğurla qəbul etdiyinə görə bütün təşəkkürlər qeyd olundu, bütün minnətdarlıqlar edildi. Sözsüz ki, bu anı hər kəs gözləyirdi. Biz Avropa çempionu olarkən 2022-ci ildə artıq buna hazırlaşmağa başlamışdıq. Azərbaycan seçmə komandasının əsas niyyəti, məqsədi dünya çempionatında qələbə qazanmaq idi. Bax, adlarını çəkdiyim şəxsləri biz görürük. Talih Nəsibovu görürük, icraçı vitse-prezident. Sərxan Mustafayevi gördük. Əlbəttə ki, bu çempionatda media məsələlərinin təşkilində görülən işlərə görə Sərxan Mustafayevi ümumilikdə federasiyanın fəaliyyətində ən lazımlı transferlərdən, ən güclü transferlərdən biri kimi də dəyərləndirə bilərik və artıq əylənməyin vaxtıdır. Azərbaycan komandası, Azərbaycan seçmə komandası tarixdə 5-ci dəfə keçirilən mini futbol üzrə dünya çempionatının qalibidir. Biz birinciyik. Azərbaycan hər kəsə sübut etdi ki, biz hər birinizdən, bütün komandalardan güclüyük. Ən vacib olan əzmkarlıq, sona qədər mübarizəni hər kəsə nümayiş etdirdik. İndi kubok təqdim olunur. Kubok təqdim olunur. Dünya çempionu Azərbaycan komandası, dünya çempionu Azərbaycan seçməsi, Azərbaycan millisi 2025-ci ilin dünya çempionudur. Azərbaycan seçməsi, öz uşaqlarımız dünya çempionu olur. Bizə qələbə çox yaraşır. Bu 12 gün ərzində çox həyəcanlı məqamlar keçirdik. Çox narahat olduq. Səhvlərə görə biraz həyəcanlandıq. Gol vuranda sevindik. Milli Gimnastika Arenasına hər kəs gəldi. Hər kəs milli komandamıza dəstək olmağa çalışdı. Onların yanında olmağa səy göstərdilər. Və bu da birliyin nəticəsi. Azərbaycan dünya çempionudur. Mini futbolda Avropa çempionluğu, ondan sonra dünya çempionu titulunu da qazanırıq. Hər kəsi təbrik edirik. Bütün azarkeşləri, bütün həmyerlilərimizi təbrik edirik. Azərbaycan mini futbol komandası çox ümidvarıq ki, bu uğurun davamını gətirəcək. Sizi bu gözəl görüntülərlə baş-başa buraxmaq istəyirəm. Yayımın rejissoru Elvin Qulusoy idi. Oyunun şərhçisi isə Tural Məmmədli idi. Sağ olun, növbəti qələbələrə dək, görüşənə dək hörmətli tamaşaçılar.